Salam herkese millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bu günləri bazar günüdür, may ayının 3-üdür və bu günləri, yəni Staskil sağ olsunlar, bir görüş keçirdirlər. Belə event deyil, belə də yığıncaq kimi düşünə bilərik. Amma marafon günü olduğu üçün, yollar da bağlı olduğu üçün mən hal-hazırda bir alternativ yollar axtararaq gedib çıxmağa çalışıram. Şəkir Orange oxşamır. Bezdə tal. Və bu yaşayış da öyle biləsən. Təmiz baba. Bir vayliyə var bir dənə. Bax əlavə akkiz verir də qardaş. 8 silindir supercharger. Bir 10 ili var. 10 il əvvəl mənim videomda görə bilərsiniz. Bir 10 il əvvəl. Yaşayış buradadır. Toyota pick-up. Ha, bu deyirlər ha. Yəni ağıllı, tərbiyəli. Bəli. 100 manat. Yeri gəlmişkən demək olar birinci səfərdir ki, belə bir tədbirə öz maşınımla gedə bilmirəm. Yəni M4 ilə gedərdim açığı. Amma Abardda canımız, ciyərimiz həncən xarab olmur. Yəni Abardla gedirik. M4-də də az qalıb işlər. Az dediyim yəqin ki bir aya falan toparlayarıq deyə düşünürəm. Zaten nə yenilik olsa, nə dəyişiklik olsa hamısını bir-bir çəkib sizə təbii ki göstərirəm. Siz izləmədə qalın, videolar gələcək. Babəkdəki Eşsat. Artıq qabaqda Vəlinin maşınıdır. Onun arxasında İlkinin maşınıdır, İlkin F10-u. Uşaqlarla da elə bir yerə düşmüş oldum. Gedirik. M4 ilə gəlməmişik, güya indi edirik də. Maraqlı nəsə. Damın açdıq. Güya bütün yolu belə gəlmişəm də. Heç soyuq deyil. Gedirik. Yaxşı nolaltı var istəmişlər. Salam aleyküm. Hoş gördük, hoş gördük. Sağ ol. Şən Uşaqlar, Rəşad Xosrov demiş, BMW-yə xəyanət eləyib. Amma nə ilə? Gözlüyün gələcək. Gələcək. Az qalır. Az qalıb. Məncə var. Məncə çox qalır. Biraz var ya. Hoşum gəlmişik, biraz uşaqlarla söhbətləşək deyə, sonra maşınları falan göstərərəm sizə. Клям 200, понял, отправить. Bəlkə də ölkədə tək Beskraska Monte Carlo'dur. Sual verə bilərəm sizə. Bəli, buyurun. Maşın Beskraskadır. Beskırıdır bura, təmiz. Təmiz. İmıdır. Yəni harda istəsələr yoxlatdıra bilərlər bura. Bəli. Bu ferrə rənglənib. Bu ferrəylənib, vəsə. Detalda kraska yoxdur. Bezdə tal. Beskraska. Beskraska. Qəşəng. Audin yanında. Gözlə gəlirəm. Audin yanında. Və bu yaşayış da öyle biləsən. Bu da liderdir yaşaylar biləsən. Təmiz baba. Salam baba. Salam olsun. Necəsən? Dedilər qaz verməm. Düz dillər də bu. Tixi abara. Tixi bura. Nətərsən? Sağlığı öpüyorum. Xeyirli olsun, xeyirli olsun. İndi bu neçə gedir Xosrov? Bilmirəm, YouTube'da gördüm ki 320 zat Hə, gedir. YouTube'da, YouTube'da hə, görmüşəm. hə. Bizdə o yollar olmadığı üçün, sürət həddi olduğu üçün YouTube'da baxmışam. Qəşəng, qəşəng. Bir amma eşitdim bir nəfər var dedi 170 gedir. Ay sağ ol. Xeyirli olsun. Çox sağ ol. Qəşəng çıxıb maşallah. Sağ ol, sağ ol. Qəşəng, qəşəng. Cəriməsiz. Təmiz 88. 100%. Necəsən? Yaxşıyam. Nə var, nə yox? Necə gedir tədbir? Tədbir deməyək, miting deyək də, belə də özümüz üçün yığışmışıq burada. Hər şey yaxşıdır, bomba kimi. İndi birazdan oynar daha maraqlı. Və yeyib içmək olmalı. Olacaq. Necəsiz Olacaq. müəllim? Çox sağ ol müəllim. Təşəkkür edirəm. Xoş gəlmisiniz. Həmişə siz gələrsiniz. Da artıq sizin qrupda Aha. dəli bayqlar da var. Vay, nə həyat gedir. Bayqlar lazımdır. Əlvə yaraşır. Əlvə yaraşır. Heç olmaz oturub sürərəm. Qəşəng Şami. Nə problem var? Qəşəng Şami. Uşaqlar belə bir dənə Audi'miz var. S3. Maraqlı görünür. Böyründə bir dənə də var belə. Hatchback'i var. Bir çox maşınları tanıyırıq. Bax buradakı Tida'dır, bax bu 91'dir, 190'lardır, Golf'dur. Onları tanıyırıq. Salam aleyküm. Müəllim necəsiniz? Nə var, nə yox? Hamı ilə görüşmüşəm burada. Dərşik gedirik. Burada bir dənə M2 var. Yəqin ki təzə gəlib ölkəyə.
Karbon, marbon, maraqlı. Salam aleykum. Normal. Belə bir dənə Z3 var. Rəngi maraqlıdır. Rəngi nədir amma bilmirəm. Bəli sən bilərsən. Rəngi nədir bu? Salam Bu aleykum. rəngi o narıncıdır. Prosta maraqlıdır. Mən Şəkir oranca oxşamır. bəlkə şeydən yığılıb. Məndəki kimi kodla. Custom falan. Custom yığılır. Ha, o ola bilər. Platforma yığılır. O ola bilər əslində. No, maraqlı. Bu maşını görməmişdim. Yəni bu rəngi ilə. Səndir? Bizimdir. Oş. Praktikdə var. Aa, bildim bu maşını. Bunu tanıdım. Bu Elgülün əvvəlki maşını çox kimi. Elvin'də də maşın. Elvin. Ən əvvəl Elgüldə olub. məncə. Ola bilər. Bir 10 il əvvəl. 10 il əvvəl 4-5 ildə Elvin'dədir. Ha, okey. DJ-də. Evində qırmızı da öldü. Yox, bax bu karisi rəydi idi, bu rəydi idi. Rəyləmişik prosta maşın. Ha, okey. Bu maraqlı. Bəyəndin? Maraqlıdır bura. Bunu Salam aleykum. Şura. Nə, hansı? 2 qəşəngdir də bura. 2 İkini də biz yığmışıq. maraqlıdır. Bu karbon Allah onu tap, bunu buradan. Ne bileyim ona göy karbon diyor. Bura çətindir. Bu yığıb əmələ gətirmək çətindir. Yo Z vəbşey bura. Yoxdur. Yoxdur heç nə. Moskva sizin talaş ne bileyim. O heç də dalaşmaq bonuslu içindədir. Belə hal vəziyyət bu formada uşaqlar. Bunu da bağlayaq. Bu da qabaq hissəsi. Onun yanında bir dənə belə maraqlı Jaguar var. Bizdə Maraqlı bir adam gedir. Elgül girdi söhbətə. Jaguarı göstərənmədim. Maraqlı Jaguardır. Maraqlı cəhətdə odur ki, bizim ölkədə çox azdır. Yolda çox da görə bilmirsən. Qardaş sağ olsun restavrasiyasını falan eləyib. Düzdür, biraz elemlər mənə biraz tam oturuşdura bilmədim bu maşında, amma iş gedir. Yəqin ki, salonunda qalan bu xırda-xırış işlərdə irəliləyən vaxtlarda həll olacaq. Amma misal üçün konsolu falan çox təmiz qaldı. Arxa hissəsini də göstərim sizə. Belə maraqlı. Salam bilik. Qardaş sizindir deyəsən. Bəli. TikTokda görürdüm, maraqlıdır. Baxaq. Ha, belə açılır. Qəşəng. 8 silindir supercharger. Bu nə gedir litraj olaraq? 4 litr. 4 litr. Hansısa başqa maşının mühərriki ilə eynidir, yoxsa? Range Rover Sport'da 4-2 qoydular. Hə, onun elə bil ki, bunun üstündə düzəldiblər, qoyublar. Çox maraqlı. Probegi nədir? Çox belə sirdir. 210 min. Xeyirli olsun qardaş, gözəldir. BYD-yə bax bir dənə. BYD nədir bax? Bax əlavə atqızı verir də qardaş. Hibrid olur da BYD olanda. Qəşəng. 38-imiz var belə. Abbasın maşını. Abbasın maşınları həmişə maraqlı olur. Biraz əyri saxladım müəllim. Brat, heç bir problemi yoxdur. Nasılsınız? İyiyiz. Siz nasılsınız? Sağ olun. Amma yox. Uşaqlar, sizə onu demək istəyirəm ki, Abbas nə yığırsa, haqqını verir, yığır. Yəni, Çalışır. necə olmalıdır, Səliqəli qardaş, səliqəli, akuratlı. Bu da belə bir 38. Müəllim, 740-dır, 45-dir, 50-dir. 750, 54 və 12. Öf, öf. Yedinka. Eldir, Gəl qardaş. göstərim. Davay da, göstər də, mənə biraz görüntü ver. Yaxşı. Bax, çölü idealdır. Görək kapotun altı necədir? 3. 2, getdik. Yaşayış buradadır. Təmiz 12 silindir. Hər şeydə bax, akuratlı, bax, fikir verin. Nöqtəndə dua edirəm ki, heç nə sınmasın. O köhnə BMW söhbətidir, sırf 38-ə aid deyil. Zapsaslar yox. Onu axtarma. Fikir verin. Dava nə bilim. Artıq nə bilim, mənasız bot qayka, nə bilim, zajim, samarez falan, heç nə yoxdur. Fikir ver, bax, karobkası, marobkası, hava filtri. Səsini də eşidirsiniz də. Abbas, bu long gedir. Yox, bu Bu short. base'dir, shortdur. Okey. 750 short ay. İçinə də baxaq. İçi də maraqlıdır bizə. Abifqası, zadı, nə deyim sizə qardaşım. Yəni pioner də öyle, buradan kodun alıb verə bilirsən. Sideniyalar danışır. Allah. Çox gözəl. Bu gələn dıt-dıt parkın
parkaların səsidir. Arkada kimsə keçir deyəsən. Ya uşaqlar təmiz 38-də, yəni biz də biraz da qırtdalayaq. Qırtdalayanmadım ya. Ha bax. Stəkan yeri zadı. Necə lazımdır? Zavod monitor və bura bir şeylər də əlavələr eləyib Abbas burada. Abbas, bu monitoru neynəmsən sən Bu belə? monitor Avin Avant 4 elə bir ki Zavodskoy interfeys kimi vizual olaraq Aha. düymələr filan. Amma içində Android sistem. Ha, çünki burada Amerika istehsalı. çalan məlumat görürəm. Ha, Normalda bu olmur. Yağın temperaturu, probek, zat, hər şey, rasxod hər şey ordadır. Aybas sistemidir o. Bir də nə ləzzət elədi? İşləyir. Kak zavod. Kak zavod. Çox qəşəng, çox qəşəng. Xeyirli olsun da. Arxa hissədə nəsə var? Orada bir dənə ortada monitor gördüm. Aa, Çox redki funksiyadır, kısacası. doğrudan. O, doğrudan o. Bu qaqaş monitor deyil, bu televizor. Televizor. Xahiş eləyirəm. Bilməm nə dərsə görünür. Hə, mən şu knopkanı bastım, deyir aktiv deyil, amma olacaq yəqin ki, nə bilim. Podaqrevi falan var, işləyir podaqrev zadda. Çox gözəl, çox möhtəşəm. Burat ləzzət elədi. Mən bu əli bir dənə sıxaram tez. Əladır. Super. Ya Allah. Belə bir mini var. Resko 38-ə keçdik. Burada belə bir mini var. Düzdür, mininin işləri var, amma kabriolet mini də maraqlıdır deyə düşünürəm. İçi falan bu formada. Belə görə bilirsiniz məncə. Vestamızdır, 190-dır. Bu nömrəsi maraqlıdır. Bizim nömrəyə bənzəyir. Burada qəşəng bir dənə Civic var, hatchback. Bizdə azdır. Salamatı vapşə azdır. Maşını TikTokda görürəm ara sıra. Salamat qalanlardandır deyə düşünürəm. Bu hissədə Hyperdrive-da olmazsa olmaz. Volga deyəndə yadımıza düşən insanlar. Bax. Bunlar danışır da, bunları hər tədbir biz görürük. Bizim dolyamız. Uşaqlar, paylt elədilər məni, çəkiliş üçün bilirsiniz ki, mən şey götürürəm, dolya götürürəm, dolyayı özdə. Asəf sağ olsun. Bilir ki, Hot Wheels xəstəsiyəm, ona görə belə bir Toyota pick-up sağ olsun gətirib mənim üçün. Bu hardan aldın sən? Bu Kair'dan. Kair haradır? Egipet. Misir. Misir, ha. Ay sağ ol. Вот это что. Vot. Asəf sağ olsun bizi düşünür hər dəfə. Hər dəfə belə interesli. Özdə bir var ki, nəsə gətirir, bir də var ki, bunu da versən bir dənə. Bir də var ki, yığır ki, özün seç. Nə səndə yoxdursa ondan gətirək. Sağ olsun buradan da çox sağ ol deyirəm. Təşəkkür edirəm. Plus bir. Belə şeylər Əsas həvəsli 100%. Uşaqlar siz də məşğul ola bilərsiniz. Düzü biraz xərcimiz çox çıxacaq illər keçdiysə, amma maraqlı hobbidir məncə. Bu adam stildir də. Çox üzr istəyirəm, riski girdim söhbətə. Orxan, sən bilirsən ki, mən sənin fanatınam. Fanatın olmuşam uşaqlıqdan. Yəni, sənin videolarından avtomobilləri sevmişəm, onu mən sənə dəfələrlə demişəm. İndi də keçmirsən AI-ya. Cəmaatı niyə, bax, alladırsan, çaşdırırsan. Bura, SLS Galvin paylaşmış. SLR? McLaren yox. Ağ. 01 AG nömrə falan. Donsovetin qabağı. 500 Hə, 500 Galvin olub şu onlarda. şey Gemballa. Gemballan şey. Tuning atölyenin şey. Bura o şəkli mən bir tanışımın WhatsApp storiesində gördüm. Cəmaət inanır bura. Çox realistik eləyirsən. Bildimi AI eləyir, amma o promptu da yazan oğlan lazımdır. Və çox maraqlıdır. Rolls-Royce spekində çox bəyəndim o. Yasamadaki. Çox qəşəng, çox qəşəng. Kaspiyski groz. Öpürəm səni. İlkin mənim cavanlığımı yadıma salır. Yaxın kadr. Geçən. Sən prosta fix dayan.
İndi Üzeyri siz 10 il əvvəl mənim videomda görə bilərsiniz. 46 çəkirdik. Atstar dedim mən də. Ha, 46 mat çəkirdik səninlə. Gəlmişik çəkilişə və Üzeyir maşını sökür. Remont. Fuadın maşını. Ay, Fuadın Əlişqan. Fuadınki idi. Ha, Fuadın. Hə, yes. İndi uşaqlar burada da barbekü olduğu üçün çılğın barbekü olduğu üçün hot dogumuz var. Götürürük buradan promoyu yoxsa Qaqaş düzəldib verəcək. Kassa ödənişini. yox, bildim. Götürə bilərəm mən. İstədiyiniz sousları. Sous. Bir dənə asımırı. Va. Şık. Belə. Biraz da mayonez deyəsən, bu nəsə xoşuma gəldi. Pendir sousu da var. Ay, sağ ol. Nə də bunlar. Bilmirəm, qabım var. Pendir sousudur. Pendir sousu. Aha. Ha, eyni şeyim. Mısırlı sosu. Bu nədir? Bir də xardal var burada. O sarı xardaldır. Xardal yox, xardal çox olur. Mən happy. Sörşalar bunu götürdük. Arkada kola da var. Reklam eləmədi deyəm. Hə. Ona belə Onun yerində toyuq ola bilərdi. zala gedən uşaqlar mənə bağışlasın. Food blogger. Normal. Nuş. Şamil bilir. Burada bir dənə söhbətlər gəlir. Allah kameralıq deyil deyərdim. Yo, sev. Necəsən? Nə var nə? İşlər güclər. Görünmürsən əmisi. Meydandayıq da bura. Meydandayıq. Darıxmırsınız. Xeyr. Hər şey gözəldir. Stas müəllim. Stas Əliyevi təşəkkür edirəm. Stas Aliyevin Və Şamil. Minnətdar. Məncə Hyperdrive-ın eventində darıxmaq Olmaz. Yaxşı, bəs Zar, sən nə ilə gəlmisən? Qardaşım bu günləri gəlin, mən sizə göstərəcəm. Gəlin bir dənə bu günləri olacaq abzor. Aha. Elə bir kamera üçün doğulmuşdum, prosta Sən bu anı gözləyirdin, bərk. saxla. Hansıdır mən? Göstər uşaqlara bilsinlər. Və mən də rakusu görüm. Hoppa, rakusdadır. Odur. Sizə bugün maraqlı maşınları göstərəcəm. Bu maşını çəkmişəm. Alınmayacaq. Zaten ucu yandı bura. Jiyəsini də görüblər. Hoppa. Güzgülər aç. Bax, maşını açırsan, yan güzgülər açılır. Qəşəng. Burada elətdirmisən bura? Bırak, o deməzlər elə şeylər. Seriyə bax. AT. Yəni Ağıllı, tərbiyəli. bəli. Qəşəng. Qardaş necəsiz? Yaxşı qardaş, çox sağ olun. Əylənə bilirsiniz? Gördüyünüz kimi baba. Möhtəşəm. Uşaqlar, indi söhbət nədir? Sən bir dənə şansını işlətdin, amma o deyil. Jaguar XF. Kimdir? Jaguar XF. Düzgün deyil, bir dənə şansını yandırdın. Logoları bağlayıblar. Heç kimin xəbəri yoxdur, hamının gözü bağlıdır. Demə də fa. Modeli də deməsən. Bunun dalardadır bu. Jaguar XF. Enan 414. Profkadır burada da. Profkadır. Adam da var ki seni bilən nə model Jaguar da var. Model. Ha, bu deyirlər ha. Model. Səslənsin bir daha da kim demişdi? XF. Kim dedi XF? Qalibimiz var. Bilmədim, düşdü kadra yoxsa yox. Bir neçə dənə oyunlar var, onlardan biri də budur. Axırda da quiz olacaq. Quizə yəqin qatılarıq, görək nəsə yer tuta bilirik yoxsa yox. Necəsən mənim? Sağ olun. Nə var, nə yox? Sağ olun, şükür sən necəsən? Şükür, sağ olasın. Çoxdan da izləyicilərinə. Çoxdan səni görmürlər. Kamera qabağına çıxmıram. Ay sağ ol. Bir 10 il var. 10 il əvvəl mənim videomda görə bilərsiniz. Bir 10 il əvvəl. Bu M5 yaxşı maşındır deyirlər. Son dəfə Sibrizə almışdın da bu
atarsan o kadrolara. Bəli. Dedim ki 30 demişdin də deyəsən. Deyəsən hə. Varsa cibinizdə olar. 100.000 probeglə M5 F10 almaq olar. Əlavə 30 mininiz varsa niyə də yox? Yenə də eyni fikirdəyəm. Eyni fikirdəsən, hə? Eyni fikirdəyim 100%. No, bəs tapmaq olur ki, Fərid. Tapmaq. Salamat maşın tapmaq. Salamat sağ olsun M sürənlər. Aha. Yəni demək olar baxmırlar, elə ancaq rolu burub onlu qaz verməklə Ay sağ davam edirlər. maşınlarını məhv edirlər. Sən neçə ildir sürürsən? Məncə 2-ci ildən çoxdur da, 3 ilə yaxındır. 2 il yarımdır ora. Bu xoşbəxt. Xoşbəxt yəni ki, az sürürsənsə Bu texnoloji nemət sayılır, tapılmır sayılır, M5-də. amma yəni belə də lazım olanda bu Night Vision çox reddi istifadə edirəm. Uzun yolda zaten. No, indi ən dolusudur bu F10 M5-in. Yəni komplektasiya olaraq knopka olaraq, hə. Amma yəni də full dedikləri şey O deyil. mümkün deyil BMW-də bilirsən onsuz. Fullun həmişə fullu var. Hə, birini qoymurlar, nəsə olmur. Yəni çatışmayan şeylər də var, amma belə ümumi. No, mənim BMW-də Fərid ən çox xoşuma gələn şey salonun ağ olmasıdır. O da sənin maşınındadır. Çox belə. Amma yəni bu Caviddən sağ olsun. O heç də o. Hə, onlar Dostanışın birinci şalvarları, paltarları yoxlanılır maşına minmədən. Mən də şəxsən yoxlanıldım, sonra Əgər əyləşdim. varsa, təhlükə varsa bu var. Əgər belə çox dəmirli, indi rockercadılarsa, Aynen. bagajda xüsusi örtülərimiz də var. Sinenkanı çəkirik. Hətta belə. Ondan sonra otururlar, hə. Möhtəşəm. Uşaqlar, belə bir F10 M5. Bu ağ salonda adam ürəyi açılır. Məncə şeylə. Birdədir bu söhbət. Keçdi, yox. Yox. Keçməyi də buraxsan, onu da burax ki, daha belə. Stokdur hər şey. Stok. Qəşəngdir, amma stoka görə. Verdikcə gəlir. Maraqlı. Uşaqlar belə, gözlə maşın bir çölün başında göstərin. Bu Frozen Grey falan gedir. Yox, Frozen mata deyirlər. Bu Space Gray metalikdir. Okey. Bir kapotunu da bir atsan. Sadə pul rənglərdən biraz ton fərqi var da, yəni onlar. Aha. Amma intake falan tudaş özün Fikirləşirəm arada da fırsat. Uzun müddətli sürünür balı, pozlar bax. Ay sağ ol. Normaldır. Bir V8 sahibisənsə, əlin cibində olsun. Əlin cibində deyək ki, biz bunu 10.000 əvvəl, 10.000 kilometr əvvəl, Aha. yəni hər şeyini motor kanalı dəyişmişik də. Motorun içində daxil, balzat, hər şey daxil olmaqla. Motor yığmışıq noldan deyə sıfırdan bilərik. da blok qalıb bir dənə, başqa hər Porsche-lər, nə bilim, Seib, yağ nasoslar, hər şey dəyişilib. Yəni Onu eləyəndən sonra rahat basmaq olur. İstədiyin kimi. Qəşəng. 3000-i sür, 3 dəfə, 4 dəfə yağı dəyiş, birinci Ay, qatdan çıxar, ondan sonra istədiyin kimi sür. Nə istənirlər. Sür, hə. Gözəl. Qəşəng. Gündən çoxalırıq. Bizə çox xoşdur. İndi çalışdıq ki, maraqlı bir gün keçirdək. Bizim partnyorlarımıza da çox sağ ol. Hardadır bizim partnyorumuz? Hə, sağ ol. Danışdığımız kimi pul mükafatı da olacaq. Və qaliblərimiz buradadır. Amin. Təqdim elə zəhmət olmasın. Birinci yerin qalibi. Ali. Təbrik eləyək. 150 manat pul qazandı. Yandı. Qardaş, qoymalılar oynamağa. 150 yandı. Nə deyim ya, vallahi. Bəlkə sıxmışdın. Mən yağ dəyişməz sıxmışam, 150. Can, davam. Mən də təkərləyə sıxmışdım, almadı. 100 manat. Belə uşaqlar gördüyünüz kimi tədbir artıq dağılışır. Yarışlar keçirildi, qaliblər seçildi. Yoruldum. Fikir versəz artıq əvvəl kimi belə enerji doldu eləm, çünki yorulduq. Buradan da mən də gedirəm evə. Düzdür, hava çox da belə dəhşət günəşli olmadı. Şükür yeni yağış yağmadı. Videomuzu da burada məncə tamamlaya bilərik. Yorğunam. Videomuza zəhmət olmasa bəyənin. Kanala abunə olun. Zınqırovu basın. Rəylərdə görüşək, nə mənada görüşək ki, yəni hansı tipli videolar gəlməyini istəyirsinizsə, ideyalarınız falan varsa, onları rəy hissəsində yazın ki, mən baxım, görüm hansı daha belə real gəlirsə, onları da gerçəkləşdirim. Hələlik, salamat qalın, görüşənədək. Yəni o elə Subaru'muz var.